Ee, Verilmiş borcu, alınmış borcu gördük. Verilmiş avansla alınmış avans da eynən borc təyinatlıdır. Yəni borc necədirsə, o da o formada baş verir. Amma əməliyyatın təyinatı fərqlidir. Əməliyyatın təyinatı necədir? Biz borcu pul əməliyyatı kimi aparırıq. Biri bizdən pul istəyir, veririk və qarşılığında ondan ya faiz gəliri gözləyirik və yaxud da ki, əksinə. Birindən pul alırıq, nəysə ona artıq pul ödəməyin qarşılığında. Avansda isə elə deyil. Avansda bəlli bir əməliyyat var və onun bəlli bir rəqəmi var, net bir rəqəmi var. Ya maldır, ya işdir, ya xidmətdir, fərq etmir yəni. Biz onu alırıqsa, almamışdan öncə bu sifarişə tabe bir şeydir də deyək ki, yəni o dəqiqə ala biləcəyim bir şey deyil də. Mən bunu sifariş verməliyəm və mənə göndərməlidir. Ortada bir müddət var. Və malı mənə göndərmək üçün əvvəlcədən məndən ödəniş istəyirsə, bu ödədiyim vəsait verilmiş avans olur. İşi mənə görüb başlamaq üçün, işi görmək istəyirsə, öncədən mənim ödəyəcəyim rəqəm verilmiş avans olur. Mənə hər hansısa bir xidməti göstərmək üçün həmin o xidmətə danışdığımız, razılaşdığımız dəyərin müəyyən bir qismini məndən öncədən istəyirsə, bu yenə verilmiş avans olur. Birinci sualımızda deyir AMMC 01-10 tarixində BMMC ilə 40.000 AZN-lik mal alışı üçün müqavilə bağladı. Burada biz kimin mühasibiyik? Mövzumuz verilmiş avans əməliyyatı olduğuna görə AMMC-nin mühasibiyik. Niyə? Çünki AMMC mal almaq niyyətindədir. Kimdən? BMMC-dən. Dəyəri müəyyənləşdiriblər 40.000. Deyir, müqavilə şərtinə əsasən 50% avans ödənilir. Yəni, AMMC BMMC-yə 50% avans ödəyir və avansın bircə dəqiqə verilmiş avansın müxabirləşməsini qeyd edək. Yenə debit deyirəm. Verilmiş avans əməliyyatında da, verilmiş borc əməliyyatında olduğu kimi aktivin, yəni pul vəsaiti mütləq azalır. İstər bankdan ver, istər kassadan ver, fərqi yoxdur, hər ikisi azalır. Necə ki, verilmiş borcda qarşı tərəf bizə borca görə alacaqlı, verdiyimiz pula görə bizə borclu olduğuna görə, burada isə verdiyimiz avansa görə bizə borclu olmalıdır. Və bu qısa müddətli olduğu zaman 243 nömrəli hesabı qeyd edirik. 243 nömrəli hesab aktif hesabdır. Debitdə artıb, kreditdə azalır. Yəni biz borc verdiğimiz zaman, daha doğrusu biz avans verdiğimiz zaman verdiğimiz avans rəqəmi artdığına görə balansımızda yox idi ki, elə bir şey. Amma verir isə sıfırdan yaranır və artır. Artdığına görə həmin hesabın debitində qeydiyyatını aparırıq. Nə zaman verdiğimiz avansa görə bizə bir qarşılıq ödəsələr və o qarşılığın miqdarında biz ki, borclanacağıq, həmin rəqəmə avansda olan rəqəmi bağlayacağıq, yəni siləcəyik, zaymə rəşad edəcəyik və bununla da verilmiş avansı azaltmış olacaq. 243-ün debitinə avans əməliyyatına rəqəm nə qədərdir burada? 40.000 50% deyir. 20.000 qeyd edirəm. Və debitdə kredit deyək ki, bank hesabından vermişəm. Kreditdə də bank hesabımı seçirəm və eyni rəqəmi qeyd edirəm. 20.000. Və əməliyyatımı qeyd eləmiş oldum, verdiyim avansı. Deyək ki, verdiyim avansın ikinci əməliyyatda varmı? Qarşılığı bu ƏDV ilə bağlıdır. Tamam. Bu birinci əməliyyat budur. Verilmiş avansın müxabirləşməsi budur. İkinci əməliyyatımız ƏDV ilə avansın uçotundan gedir söhbət. Bunu hələ ki izah eləməyəcəm. Bu sualı yox sayın. Niyə? Çünki əlavə dəyər vergisini sizə izah etməliyəm ki, onu o formatda işləyəsiniz. Amma üçüncü əməliyyatı, deyək ki, birinci əməliyyatın ardıdır. Mal təhvil al, deyək ki, nə deyək? Birinci əməliyyata bağlı. Bəli. Mal təhvil alındıqdan sonra əvvəlcədən verilmiş avans silinir. Avansın silinməsi üzrə müxabirləşməni qeyd edeyim. Deyək ki, bizə bu əməliyyatı qeyd eləmək üçün birinci nə etməlidirlər? Bizə malı təhvil verməlidirlər. Düzdürmü? İlk əməliyyat odur. Bizim ambarımıza mal gəlməlidir və biz o malın dəyərində borclanmalıyıq ki,
avansı ona bağlaya bilər. Debetdə malım artır. Bir dəqiqə 205 mallar hesabım artır. Nə qədər? Müqaviləmdə nə göstərmişdim? 3000 manat. Bunu mənə kim göndərdi? Tədarükçü. 243 yox, tədarükçü. Yəni Malsatan və Podratçı. 531 nömrəli hesab. Nə qədər rəqəm? 40 min. İndi həmin Malsatan və Podratçının mənə borcu var. O borc harda qeyd eləmişəm 243-də. Həm də bu mənə malı göndərdiyinə görə daha artıq dəyərdə. Mənim də ona borcum var. İndi mən nə etməliyəm? Həmin şirkətlə üzləşməmi aparmam lazımdır və real borcunun rəqəmini müəyyənləşdirməliyəm ki, dacı qeydiyyatımı aparmalıyam ki, real borc ortaya çıxsın və mən ödəniş edə biləcək vəziyyətə gəlim. Mən adama harda borclandım? 531-də. Onun mənə harda borcu yarandı? 243-dən. Mən 243-ü adamın borcundan çıxmaq üçün, yəni verdiyim avansı adamın borcundan çıxanda nə olacaq? Adamın borcu azalmalıdır. O zaman debetdə 531 Malsatan və Podratçı qeyd edəcəm. Nə qədər? 20.000 manat. Və bunun kreditində isə artıq bəli 243-ü qeyd edəcəm. 20.000 manat. Bunlara biraz ara məsafəsi qoyum, bir-birinə qarışmasınlar. Artıq mən zayma raşodumu da etdim, malımın öhdəliyini də yaratdım, ambarda malımı da artırdım. Qarşı tərəfə olan borcumu da azaltdım. Borcumu nəyin hesabına azaltdım? Əvvəlcədən ödədiyim, yəni verdiyim avansın hesabını azaltdım və mənim real rəqəmim ortada qaldı. Siz bu əməliyyatı dövrəyə qalx cədvəlinə yığsaz və hesabların qalığını hesablamaq istəsəz, verilmiş avansın debitində 243 var idi, kreditində də 243 var artıq, bu silindi. Mal aldığım zaman 40 min borçlanmışdım və 40 min malım artmışdı. Bu 40 min olan borcumun da 20 mini azaldı, yəni debitində. Deməli belədir artıq balansım. 20 min borcum var və 40 minlikdə malım var. Mən artıq bu rəqəmi ödəmək istəsəm, yaranım son belə deyək də qalıq borcumu ödəmək istəsəm, nə deyəcəm? Debit 531 Malsatan və Podratçı 20.000 manat qalmışdı da qalıq rəqəmim, düzdürmü? Kreditimdə isə artıq pul vəsaiti olacaq. Necə? Deyə qaytarmışıq lan. Ümumi borcumuz 40 min idi da elə. Avans bizə qayıtmır ki. Avansı zaten biz köçürmüşük. Qarşı tərəfdədir. Bizə mal göndərəcək adamdadır. Adam bizə mal göndərən nə qədər göndərdi? 40 minlik. Biz ona 20 min pul göndərmişdik. Yerdə qalan 20 mini malı göndərəndən sonra yerdə qalanını bank hesabımızdan ödəməsini etdik. Dördüncü sualda deyir ki, CMMC 01.11.2025-ci il tarixdə DMMC-yə 20 min avans verib faizsiz avansın verilməsi və geri qaytarılması üzrə uçotu göstərir. Bu nə deməkdir? Artıq müqavilə pozulub, bizə mal göndərməyib, sadəcə avansı geri qaytarıb. Əməliyyata baxaq. Birinci avansı verək. DMMC-yə 20 min avans verək. Debit 243 verilmiş avans nə qədər edirdi bu? 20 min kreditdə 531 niyə? Hələ mən verirəm 223 bank hesabı 20 min. Mən avansımı verdim. Amma
Bir müddət sonra şərtlərimiz uyğunlaşmadı, müqavilə pozuldu və mənə avansımı geri qaytarmalıdır. Sizcə necə bir müxabirləşmə gedəcək? Yerlər dəyişəcək, bəli. Bəli, bəli. Debet 223. Bank hesabı 20.000. Kredi 243. Verilmiş avans. Aslında bunu da biraz tamam. Verilmiş avansla bağlı neçə sualımızı etdik? 3 sualı. 4 sual etdik. Ha 4 etmişik. O zaman keçirəm. Neçə sual cəmi? 10 sual. Alınmış avansla bağlı da əməliyyatı eləyəm. Verilmiş avansla bağlı bir baxın görün sualınız var mı? Həmin şeyin tərsi baş verir indi də. Nə baş verir? Biraz bundan öncə biz alıcı tərəf idik, qarşı tərəf tədarükçü idi, o bizə mal, iş, xidmət göndərməli idi. İndi isə biz mal, iş, xidmət satan tərəfik, qarşı tərəfimiz alıcı tərəfdir. AMMC oktyabr ayının 1 tarixində BMMC ilə 60.000 AZN-lik mal satış müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən 30% avans alır. Kim alır avansı? Malı kim göndərəcəksə o AMMC alır. Avansın alınması və malın təhvili üzrə müxabirləşməni yaz. Gəlirəm. Birinci debetimi qeyd elədim. Mən avans alıramsa pulum artır. Bank hesabım. Nə qədər rəqəm eləyir? 60.000-in 30%-i. 18.000, bəli. 18.000 manat. Kreditdə isə alınmış qısa müddətli avans hesabı 543 nömrəli borc hesabıdır. Niyə borc yazıram? Çünki mən buna hələ qarşılığını verməmişəm. Necə ki verilmiş avansı aktiv hesab kimi alacaq yazdım. Alınmış avansı da onun kimi borc yazacağım. Çünki mən adama hələ ilk borçluyam, mal borçluyam, xidmət borçluyam. Pulu almışam amma heç nə verməmişəm. Avans 18.000. Bunu etdim və mənə nə deyir? Deyir ki, avansın alınması və malın təhvili üzrə müxabirləşməni yaz. Deməli, mənim bir satış prosesim baş verir. Mən satışın müxabirləşməsini yazmalıyam ki, yəni ümumiyyətən də ondan sonra avansımın silinməsi əməliyyatına baxın. Malın təhvil verilməsi nə deməkdir? Yəni satış artıq icra olunur. Malın təhvil verilməsi, elektron qaymənin göndərilməsi hamısı bununla bağlıdır. Mən mal satıramsa nə baş verir? Qarşı tərəfin mənə bayaqlarım xanımın dediyi kimi bir verəcəyi əmələ gəlir, yəni mənim onun alacağım əmələ gəlir. Əsas fəaliyyət növümdən 211 debitor borc. Nə qədərdir bu rəqəm? 60.000 idi də. 60.000. Bu 60.000'lik rəqəm mənim nəyimdir? Həm də gəlirimdir. Kreditdə də gəlir olaraq qeyd edəcəm. 601 satış. Bəs yaxşı, mən nə satdım? Satışı etdim, amma mən mal satdım axı, düzdür? Deməli nə olacaq? 205'im azalacaq mənim. O mal məndən çıxmalıdır. Və hara gedəcək azalıb? SMMD-yə gedəcək. Satılmış malın maya dəyərinə. Bəli, 701 idi. SMMD deyək ki 60.000 mal satmışıq, 40.000'lik onun bir maya dəyəri var. Bunu özümdən uydururam hal-hazırda. Şərtdə olmadığına görə. Hələ çıxmaq üçün birincisi ona malı göndərməlisən. Ki onun da sənə borcu yaransın ki sən onunla çıxa biləsən.
Tamam. Kreditdə bəli 205 40 min. Bunlara ara koyun bilinsin. Məhsulumu da göndərdim. Satışımı etdim. Satışımın maliyyələrini də sildim. Artıq qarşı tərəfində mənə borcu var. Nə qədər? 60 min manat. İndi isə qarşı tərəfdən mən axı pul almışdım 18 min manat. O borc məndə bir borc öhdəliyi yaratmışdı o. Onu da sinifləndirmişdim alınmış borc deyə həmin borcu. Daha doğrusu alınmış avans deyə üzr istəyirəm. Yəni ona görə mən həmin borcu azaltmalıyam debitdə. 543 nömrəli alınmış avans. Ne kadar ödeyeceği bunu? 42 min yok. Yani bunu birinci ne kadar azaltmalıyıq? 18 bin manat azaltmalıyıq. Ve hardan azaldacağım? Debitor borçtan azaldacağım. Kredi 211 öz borcumu da azalttım ki daha doğrusu özümün alacağımı da azalttım ki mən qarşı tərəfdən nə qədər real pul alacağımı bilim. Baxın avansı aldım. 2 verdim. 2'nin ötürülməsini də etdim. Yəni malımı da göndərdim. Qarşı tərəfə olan borcumu, yəni aldığım avansa görə alacağım, ondan alacağım pulla sildim, əvəzlədim. Yerdə qalan qalıq məbləği ödəməm lazım. Yerdə qalan qalıq məbləği hara ödəyəcəm artıq? 200 daha doğrusu ödəməm deyirəm. Məbləği almam lazımdır. Debit düz olmadı. 223 yerdə qalan rəqəm mənə ödəməsi lazımdır. Bank hesabıma bəli 42 min. Bəli. Yox. Pul hardadır? Mənə harda borcludur? 211'də. $42.000. Əslində bütün əməliyyatı bir sualda eləmiş oluruq. Birinci əməliyyatda nə edirik? Yəni altına açıqlama yazın bunu. Kiçik hərflərlə yazaq. Avansın alınması satışın icra edilməsi onu da yazıram. Malların ambardan göndərilməsi. Özüm belə ifadə ilə yazıram ki, təyinatı tam mənimsəyəsiniz və növbəti əməliyyat. Aldığımız avans məbləğini debitorumuzdan azaltmaq. Aldığımız avans məbləğini 18 mini debitorumuzdan azaltmaq bəli. Ən son əməliyyatsa qalıq borc məbləğinin bizə ödənməsi. Bu debitor borc yazın. Tamam. Qalıq debitor borc məbləğinin bizə ödənilməsi. Yəni nə qədər debitor borcum qalmışdırsa, onun bizə ödənilməsi. Bu da
alınmış borc əməliyyatı ilə bağlı olan hissəm, daha doğrusu alınmış avansla bağlı olan hissəmiz. Bunu mu? Faiz satacağım da usta təkrar. İndi uşaqlar, məsələmiz nədir? Məsələmiz odur ki, alınmış və verilmiş avansla gələcək dövrün gəlirləri və xərcləri bir-birinə o qədər bənzəyir ki, yəni. Çox zaman bu qarşılıqlıq düşür də, yəni ortada. Baxın belə deyim. Deyək ki, alınmış avansla biz nə etdik? Hər hansı bir sifariş aldıq. Deyək ki, həmin sifariş məbləği müəyyənləşdi və o müəyyənləşən məbləğin bir qismini avans aldıq. Və yaxud da avans verəndə biz bir sifariş verdik. O sifarişə bizə qiymət dedilər. Müqavilə bağladıq. O qiymətin müəyyən bir hissəsini biz avans ödədik. Avansı ödədiyimiz zamanda, aldığımız zamanda işin ümumi həcmini bilirdik ki, nə qədər olacaq. Yəni net bir rəqəm var və hansı işlər görüləcək. Summan hara gəlib çıxacaq, onu bilirdik. Ki, ondan çox da olmayacaq, az da olmayacaq. Amma gələcək dövrün xərcləri ilə, gələcək dövrün gəlirlərində əməliyyat belə deyil. Proses eyni cür gedir. Bax, bu əməliyyatları gördünüz, necə apardıq biz deyək ki, bu borc alınma məsələsi. Gələcək dövrün gəliri də eynən bu cürə gedir. Bir dənə 243-ün əvəzinə 242 yazırsınız. Yəni, eyni proses baş verir. Amma əməliyyatın özünü anlamaq fərqlidir. Deyək ki, buna biraz ara qoyun burada. Deyək ki, ümumiyyətən müəssisənin bir şərt düzəldək özümüzdən. Elə burada var. AMMC 01.01.2025-ci il tarixdə 12 aylıq proqram təminatının abunəsi üçün 1200 AZN ödəyir. Yəni 1200 manatlıq bir ödəniş edir. Nəyin qarşılığına edir? Proqram təminatının abunəçiliyi ilə bağlı bir xidmət haqqı olaraq ödəyir bunu. Baxın, bu artıq bir mal deyil, iş də deyil. Bu bir xidmətdir. Amma xidmətin səviyyəsi hansı səviyyədə olacaq, artırılacaq, azaldılacaq bəlli deyil. Amma bilirik ki, hal-hazırda bizə standart bir qiymət veriblər sabit. Alacağımız xidmətlə bağlı. Bu nə qədərdir? 120 manatlıq bir 100 manatlıq bir xidmətdir və 12 aylığını öncədən ödəyirəm. Mənim müqaviləmsə aylıqdır. Yəni ay üzrə öhdəlik yaradır mənə. Mən 12 aylığı əvvəlcədən ödəyirəmsə, yenə debitimdə 242. 43-ün əvəzində bu səfər 42 qeyd edirik. Buna da deyirik, gələcək dövrün xərcləri. Daha doğrusu, gələcək hesabat dövrünün xərcləri hətta. Bunu niyə deyirik? Çünki bu ödədiyimiz rəqəmi hal-hazırda biz xidmətini alıb bitirməmişik. Yəni, biz bilirik ki, bu xidməti bir ayın sonunda alıb bitirəcək. Yəni, 31 təqvim günü bitməlidir ki, bizim xidmət tamamlansın bir aylığı və bizim bir aya görə borcumuz yaransın. O zaman mən bunu, bu dövlətə ödədiyim pullar gələcəkdəki dövrümün xərcinə aid olduğuna görə, indiki dövrümün xərcinə aid olmadığına görə mən onu özümdə alacaqlı edirəm. Yəni, bir növü debitor kimi, bir növü verilmiş avans kimi. Niyə? Çünki hələ qarşılığını almamışam. Qarşılığını gələcək dövrdə alacam və onu xərcimə tanıyacam. 242 gələcək dövrün xərci aktiv hesabdır. Adları sizi qarışdıra bilər. Xərc anlayışının olması o əhəmiyyət kəsb etmir. Əhəmiyyət kəsb edən şey odur ki, ödənişi biz elədiyimizə görə və qarşılıq almadığımıza görə həmin o gələcək dövrün xərci olaraq adlandırdığımız hesab bizə borcu olan hesab olur. Yəni, alacaq hesabı olur. Artırıram. Rəqəmim 1200 manat. Kreditimdə isə hansı hesabdan etdimsə ödənişi, deyək ki, kassadan edim bu səfər də. Kassa hesabından 1200 AZN ödəmiş oldum. Amma bir nüans var. Deyir, əməliyyatı uçuta al. Əməliyyatı uçuta aldım. Hər ay xərclərə silinməsi üzrə müxabirləşməni yaz. Mən hər ay yaza bilmərəm ki. Mən bir ay yaza bilərəm. Bir ayda xərcə silə bilmək üçün bu gələcək dövrün xərcindəki rəqəmi
Mən necə edəcəm? Axı pul qarşı tərəfin cibindədir artıq. Onların kassasındadır. Pulu ödəmişəm müştəri providerə deyək ki. O zaman mən birinci həmin ayın xərcini tanımalıyam. Hansı xərcini tanıyacağam? Proqram təminatının abunəlik xərcini. Yəni nə olsun? Debitdə debit 731 sayılı əməliyyat xərci olsun. Daha doğrusu nə deyir burada? Proqram təminatının abunə xərci. Nə qədər rəqəm olacaq? 100 manat. Bu xərci kimə qarşı tanıyacağam? 531 nömrəli bu proqram təminatına görə xidməti mənə tədarük edən şirkət kim idi? Mal satan və pudratçı. 100 manat. Xərcimi də tanıdım. Daha sonra nə edə bilərəm? Bunu artıq sərcə tanımışam. Mənim bu tanıdığım xərcə görə borcda yarandaxı məndə 100 manat. Mənim belə bir borcum varmı reallıqda? Yox. Mən birinin pulunu əvvəlcədən ödəmişəm. O ödədiyim pul hardadır? 242 nömrəli hesabda. Deməli bu borcu 242 nömrəli hesabın hesabına ödəyəcəm, belə deyək. O hesabdan ödəyəcəm. O zaman debitimdə 531 nömrəli mal satan və pudratçı. Mən niyə bunu təkrar yazıram ki? Buradan kopyalayıb əlavə edəsəm olmaz. 100 manat debitimə, kreditimdə isə 242 nömrəli burada var. Bəli. Gələcək dövrün xərci 100 manat. Artıq gələcək dövrün xərcinin bir ayını bağladım. Növbəti ay üçün mənə yenə faktura gəlməlidir ki, sənin 100 manatlıqda borcun əmələ gəldi, xidmətimizi gördük, qurtardıq. Yəni təhvil təslim aktı verməlidir. Həmin təhvil təslim aktına əsasən mən xərcimi qeyd eləməliyəm, borcumu da qeyd eləməliyəm. Daha sonra baxmalıyam, mən bu şirkətə görə mənim borcum varmı? Görürəm, xeyr, bir illiyi ödəmişəm və ödədiyim yerdən gələcək dövrün xərcinə pul azaltmalıyam. Hal-hazırda 242 nömrəli hesabın qalığında 1100 manat pul var. Mən növbəti ayında xərcini alsam və onu da bağlasam, o zaman 1000 manat pul qalmış olacaq. Və bu formada azala-azala xərcə silinməsi gedir. Növbəti əməliyyatda nə var? BMMC mart ayında, aprel və may aylarında yayımlanacaq reklam üçün 3000 AZN-lik pul ödəyir. Baxın uşaqlar. 3000 AZN-lik pul ödəyir, amma hansı ayda bunun nə qədər istifadə olunacağı bəlli deyil. Mən bir xərc ödənişi edirəm, bu ay edirəm, amma mənim bu aylıq xərcimdirmi? Yox. O xərcləri mən nə zaman alacam? Aprel və may ayında alacam, növbəti dövrlərdə alacam. Ona görə mən bunu debit olaraq gələcək dövrün xərcinə, niyə yazıram ki, debit olaraq gələcək dövrün xərcini kopyalayıb əlavə edirəm. Kredit olaraq hardan ödəyəcəm mən bunu? 223 1200 manat. Rəqəm neydi bu? 3000 manat üzr istəyirəm. Doğru. Fikrim burada qalıb hələ. Tamam. Ödənişi etdim. Reklam xərcinin uçotunu qurun, hər ay üzrə silinmə əməliyyatını göstərin. Deyək ki, birinci ayda, daha doğrusu aprel ayında 1400 manatlıq reklam xərci istifadə olunmuş olsun. Mənə 1400 manatlıq faktura göndərsinlər. O zaman mən nə edəcəm? Debitimə hər hansı bir xərci qeyd edəcəm. Reklam satışla bağlıdırsa kommersiya xərcini,
digər əməliyyatlarla bağlıdırsa, yəni inzibati sair əməliyyat xərcləri qeyd edə bilərik. Kommersiya xərci 1400 manat. Bunu mənə kim göndərib? Müqavilə bağladığım bəli 531 nömrəli malsatan və podratçı. Tamam. Bu nə qədər olacaq? 1400 manat. Birinci ayımın əməliyyatını etdim aprel ayının. Amma bununla qalırammı? Xeyr, qalmıram. Gəlin mən birinci bunlara əməliyyatın adlarını yazaq. Deyək ki, birinci əməliyyat nə idi? Gələcək dövrün xərci üçün ödənilməsi. İkinci əməliyyatda aprel ayı üçün istifadə edilmiş və ya formalaşmış reklam xərci qabana yazıram təhvil təslim aktı ilə. Üçüncü əməliyyatımsa bunu bağlamaqdır. Bağlayanda nə olacaq? Mənim həmin o reklama görə olan borcum avtomatik azalmaya getməli. Debitdə bəli 531-imi qeyd eləməliyəm. Nə olacaq bu? Malsatan və podratçım. $1400 manat. Kreditimdə isə gələcək dövrümün xərci olacaq. Harada var idi o? Növbəti ayda yerdə qalan hissəni mənə fakturasını göndərsin. Deyək ki, bunu kopyalayıram, təkrar verirəm və burada yazım. Gələcək dövrün xərcinin yaranmış borca silinməsi. Səhv ilə yazıram, edirsin. Burada isə artıq maya olaraq qeyd edirəm. 1400 manatı isə 2600 manat olaraq qeyd edirəm. 1600? Hə. Tamam. Bəli. Za. Burada şərtdə bizə nə demişdi? Demişdi ki, BMMC mart ayında bir ödəniş edilmiş. Amma qarşılığında heç nə almıyor. Ödənişinin rəqəmi bəllidir ki, 3000 ödəyib. Amma bunu 2 ay üçün ödəyib. Mart və ya aprel ayı üçün. Edan üzrüsəm aprel və may ayı üçün. Amma hansı ayda nə qədər xərcin istifadə olunacağını bilmir. Ona görə həmin şirkət xərci kim fakturalandıracaq, göstərici olan şirkət hər aya görə buna faktura və yaxud təhvil təslim aktı göndərməlidir. Birinci ay biz ödənişi etdik 3000. Həmin aya görə bizə faktura göndərdilər 1400 manatlıq. Hə, özümüzdən yazdıq. Çünki bilmirdik axı. 1400 manatlıq faktura göndərdilər. Biz 1400 manat borçlandıq. 1400 manat da aprel ayına xərcimiz yarandı. Amma bizim aprel ayında xərcimiz ola bilər, amma borcumuz ola bilməz bu işə görə. Niyə? Çünki martdan ödənişimiz var. Gələcək dövrlərin xərcinin deyə. Həmin hesabdan bu yaranmış borcumuzu bağlayıram. Yəni gələcək dövrün xərci hesabı ilə. Növbəti ay yenə mənə göndərir nə? 1600 manatlıq yerdə qalan məbləğ üçün.
Maya üçün istifadə edilmiş və formalaşmış reklam xərcini mən yenə may ayına da 1600 manat reklam xərci yazıram və 1600 manat reklam xərcinə ödənişinə pul yazıram. Və yenə də mənim gələcək dövrün xərcində pulum olduğuna görə həmin məbləği gələcək dövrün xərcindən bağlayıram. 1600 manat. Və gələcək dövrün xərci əməliyyatı burada bitmiş olur. Eyni əməliyyatlar uşaqlar gələcək dövrün xərcindən bağlı bax. Dedim ki, bu aboneliklərdir, icarə haqqlarıdır. Əgər əvvəlcədən ödəyiriksə və yaxud da əvvəlcədən alırıqsa bu proseslər baş verir. Və yaxud da ki, belə bir şey deyək. Deyək ki, siz bir müəssisəyə auditə gedəcəksiniz. Siz konsalting şirkətinin nümayəndəsiniz. Müqavilə bağlayırsınız aylıq. Deyirsiniz ki, sizin müəssisəyə keçirəcəyimiz bir aya görə, yəni edəcəyimiz auditə görə sizdən $5000 vəsait alacaq. Və yaxud da ki, 5000 manat vəsait alacaq. Bu 5000 manat bir aya görədir. Amma adamdan pul istəyəndə bilirsiniz ki, ümumi audit işinin həcmi ən azından bir 6 ay çəkəcək. Adama deyirsiniz ki, mənə siz bəri başdan bir 15.000 ödəyin. Biz işçilərimizin ezamlarını edək, gəlsinlər sizdə başlasınlar çalışmağa. O 15.000 hansı aylarda fakturalaşdıracağınızı bilmirsiniz. Bax, indi biz gələcək dövrün gəlir dediyimiz isə budur. Hansı ayda biz nə qədər iş görəcəyiksə onlar üçün həmin gördüyümüz işə görə təhvil təslim aktı yazacağıq və elektron qaymə göndərəcəyik. Qarşı tərəfə olan borcumuzu isə həmin rəqəmdən azaldacağıq. Necə ki, bayaqlarım verilmiş avansda etdik. İndi də onun kimi. Gəlin gələcək dövrün gəlir əməliyyatına baxalım. Misal üçün nə deyir? AMMC 01.01 tarixində müştəridən 12 aylıq internet xidməti üçün 600 AZN pul alır. Biz artıq biz kimik? İnterneti verən tərəfik, satan tərəfik və müştəridən 6 ay üçün pulunu almış oluruq. Və bunun üçün nə ola baş verir bizim debitimizdə? Debitdə 223 bank hesabımız artır. Niye 6 ay üçün? Mən 6 ay dedim. 600 manatı 6 ay qəbul edim ona görə. 223 manat bank hesabı. Aylıq nə qədər edəcək? 50 manat. Bəli. 50 AZN. Bunu mən bu xidməti ona göstərməmişdən öncə aldığım üçün hələ mənim ona xidmət borcum var. O zaman bunu 500 bəli, gələcək dövrün gəlirləri hesabına 50 AZN əlavə edirəm. Artıq pulu almışam. Deyək ki, birinci ayın xidmətini göstərdimsə, debit 211 debitor borc 50 AZN. Gələcək dövrün gəlir alır. Bir ayın yazmışam mən. Hə, 600 manat olmalı, düz deyirsən. Bəli, bunu da artıraq. 50 AZN-imizi qeyd elədik. Satış müqavilləşməmizdə. Bu əməliyyat bizim satışımız olduğu üçün AZN olaraq qeyd elədim. İndi yeni yazdığım, göndərdiyim sənəddə, yəni 211 nömrəli debitor borcda adam mənə göstərir ki, 50 manat borclandı. Amma axı mən ondan 600 manat almışam. Bu da bu əməliyyat da doğru deyir də. Mənə öyle bir borc yoxdur. Mən o pulu öncədən almışam. Mexaniki səhvlərə çox takılmayın, amma düzəliş verməniz yaxşıdır. Kredit. Biz indi bunu necə siləcəyik? Mən nə yazım bura? Yəni əməliyyatımı necə düzəldim? Bankımda oturubdur da, yəni 600 manat. Əməliyyatı başdan sona izah edeyim. Biz
internet satan şirkətin mühasibiyik. Hara olsun. Bravo Technology olsun deyək ki, biz həmin müəssisənin mühasibiyik və bir şirkətlə müqavilə bağlamışıq. Onlardan da 12 aylıq internetin pulunu öncədən almışıq. Aldığımız zaman pulu bank hesabımıza qeyd eləmişik və qarşı tərəfə də özümüzü 12 aylıq borclandırmışıq. Ki bizim qarşı tərəfə gələcək dövrlə bu gəlir axı bu dövrün gəliri deyil, hələ bu 12 aylıq dövrlər ərzində qazanılacaq. Hələ mən xidmət göstərməmişdim. Gəldim, bir aylıq xidməti göstərdim. İndi nə etməliyəm? Ödem çıkanlardan çıkar bir aldım sağlayacağım. 600'ü azaltmalıyam. Debitdə yazıram 600'e borcum hardaydı mənim? 542'də. Gələcək dövrün gəliri 50 manat. Azaltdım. Nəyin hesabına azaldıram bunu? Dedim. İkisi demişsiniz, ikini deyip durmuşsunuz. Arkasında değil ne var orada? Bəli, 211 düz fikirləşmişdim. Çünki o adam sana o borcu ödəməyəcək axı. Niyə debitor borcu silirəm? Çünki elə bir borc rəqəmi yoxdur. Adam mənə onu 12 ay əvvəl ödəyib. Mənsə bu debitor borc əməliyyatını qeyd eləməsəm, debitor borc əməliyyatını qeyd eləməsəm, 542-mi azalda bilmərəm. Qarşı tərəfi də borclandırmalıyam ki, ondan bir alacağım əmələ gələ bilsin. Yəni, ondan olan, belə deyək də, onun aldığım pulu, ona olan borcumu silə bilim. Bu bir hissəsində nədir? Borcların qarşılıqlı üzləşməsidir də. Mənim sənə borcum var, sənin də mənə borcum var. Neynəməliyik? Kimin borcu çoxsa onunla azaltmalıyıq. Borclu olan tərəf mənəmsə, səndən 1000 manat borc almışam, düz, bayaqki borc əməliyyatında. Amma bu 1000 manatı hələ sənə ödəməmişəm, əvəzində bu qabı sənə vermişəm deyək ki. Neynəməliyəm? Bu qab hansı hesaba yazmışamsa, onu azaltmalıyam, sən olan borcu da azaltmalıyam. Və yaxud da ki, gəlib sənin əvəzindən bir dəfə hesabat təqdim eləmişəm, verdiyim hesabatın qiyməti də olur 100 manat. Sən mənə 100 manat borclandın, düzdürmü? Onu özümdə yazmalıyam mı sən mənə borcum var deyə 100 manat? 211 debitə yazıram və bu əməliyyatımda satış kimi yazıram ki, bu gəlirimdir və sonra mənə borcludur. Sonra nə olacaq? Həmin borc məndən azalmalıdır, mənim də sənə olan borcum azalmalıdır. Raşot, zayma raşotdur bunun adı. Raşot eləməkdir. Əməliyyatımız bu qədər. Faili göndərirəm sizə. Bir dəqiqə.